Bugün bizim birinci görüşümüzdür, amma bu ilk görüşə görə sizin səmiyyətiniz mənə çox xoş oldu. Həqiqətən mənə də çox xoş oldu ki, öz xarakterimə uyğun, öz xasiyyətimə uyğun biri ilə tanış oldum. Между прочим, sizlə zövqümüz çox üst-üstə düşür. Çünki oxuduğum kitabları, romanları siz də həmçinin oxumusunuz. Məncə bu super bir şeydir. Əlbəttə, necə Dostoyevskini oxumamaq olar, necə Jules Verne oxumamaq olar, necə Tolstoyu oxumamaq olar. Haqlısınız, məncə də. Sizin bu mədəniyyətiniz məni çox məndən alır. Üzr istəyirəm. Ayma, universitetdən dediyim oğlanla gəlmişəm görüşə. Az elə yaxşıdır ki. Az cicimin dürəyə gedəcək. Bilirsən, o belə tip xoşlayır axı, belə mujik olsun da, gəlsin, aparsın, götürsün, belə işləsin, oğul qoçaq. Universitetə gələndə danış arxadan qalın. Öpürəm. Ay xanım, mən başa düşmədim. Biz bayaqdan Tolstoydan danışırıq. Bu cicim nədir? Mən başa düşmürəm bayaqdan. Necə keçdik biz bura? Bircə dəqiqə mənə də zəng gəlir. Alo, hə papa. Ha gözlə də nə bir yığacam, nə indi qızla görüşmüşəm də. Qəşəydi, bəğənəcək də, nə bəğənəcək, mama da bəğənəcək. Şirin-mirin bir şey də, nə sarı saç də. Sən başa dön, yığacam da, söhbətləşək, qutaraq yığacam. Onu deyirdim axı. Biz Məncə bizim bir ortaq nöqtəmiz daha var. Çünki bizə hər ikimizə də evdən zəng gələndə biz ikimiz də ləhcə ilə danışırıq. Məncə biz evlənək. Çak.